Hər kəs salamlayıram. Əziz dostlar, mən bir daha söylürəm. Az yedinsə doydun, doydunsa artıq yedin, artıq yedinsə zəhərləndin. İndi mən bəzən görürəm ki, arıqlamaq üçün elə bir vəziyyət alırlar ki, elə bir böyük bir dərddir. Düzdür, indi qarında artıq çəki olmaq düzdür, problemdir. Amma start verib başlamaq problem deyil. Sənin əlindədir. İstəsən eləyə bilərsən, günü sabah eləyə bilərsən. Bax, misal üçün, axşama deyirsən nə yeyim? Toyuqdur, misal üçün, qaynat ginən. Bir ədəd lavaş sal. Əgər təzə başlayırsınızsa, pəhrizə, qarnını yekətsə, çörəyi götür. Olmaz ki, 3 gün sən bunu yağda qızartmayasın. Eybi yox, qaynatmaq istəmirsənsə, yəni duxovkada eləyə bilərsən, problem yoxdur. Amma duxovkada eləyəndə çalış dərisi yanmasın. Bax, sənə görə deyirəm. Qaynadırsansa eybi yox. Yəni yeginən belə. Bir daha söyləyirəm, duz vura bilərsən. Bəzən deyirlər ki, duz vurma olmaz arıqlayan vaxtı. Xeyr, o yarışa çıxanlar insanlar var ki, suşkada olur. Yəni bir neçə gün su içmirlər və s. Sənə ehtiyac yoxdur. Sən yarışa çıxmırsan ki, sənə lazımdır sadəcə formada olasan. İndi qarşıdan yay gəlir. Yəni geyimi də giyinəndə sənə normal otursun. Bir daha söyləyirəm əziz dostlar. Depo yaratma. Depo sənə artıq çəki verir. Artıq çəki də ki, nədir dostlar? Yəni formadan itirir insanı. Hər kəsə uğurlar.